Salam əziz izləyicilər, mən Fes Akademinin Kimya üzrə təlimçisi Fatimə Həşimova. Bugün sizinlə 7 iyun tarixində Dövlət İmtahan Mərkəzinin birinci qruplar üçün keçirdiyi imtahanın suallarına nəzər yetirəcəyik. Birinci sualda hansı maddə CnH2-nin çıxısının 2 formuluna uyğundur? Deməli, CnH2-nin çıx 2 formuluna uyğun olan maddə məlum olduğu kimi ya alkadiyen olacaq ya da alkin. Bunlardan D variantı düzgün cavabdır. Çünki burada bir dənə alkini verib. 62-ci suala nəzər yetirək. Maddə verilib, CnH2-nin O2 formuluna uyğun kütləsi 18,5 qramdır. Oksigen atomlarının sayısı 0,5 Na-dır. Deməli, bunun 18,5 qramında oksigen atomları 0,5 Na-dırsa, bəs 1 molda, yəni molyar kütləsində nə qədərdir? Karbon 12, hidrogen 1 olduğuna görə 12N üstə gəl 2N edir 14N və oksigen də 2 atom oksigen 32 qram edir. 14-dən üstə gəl 32-də isə nə qədər oksigen atomumuz var? 2 dənə. Deməli 2 Na-ya uyğun olacaq. Buradan indi 14N üstə gəl 32 bərabər olacaqdır. 2 Na vurulsun 18,5 bölünsün 0,5 Na. İxtisar aparaq 4 qalar və bu zaman 14N üstə gəl 32 bərabərdir 74-də. 14N bərabərdir 42-yə, N də bərabərdir 3 edər. A variantı sualımızda düzgün cavab olacaq. 63-cü suala baxaq. Hansı maddənin tərkibində karbon atomu var? Deməli, Pritin formulu bu formadadır. Burada karbon yoxdur. Çay sodasında natrium hidrokarbonatdır. Burada karbon var. Yəni düzgün cavabımız B variantıdır. Silan silisium və hidrogendən ibarətdir. Kvas qumunda da deməli məlum olduğu kimi silisium və oksigendən ibarətdir. Burada karbon yoxdur. Təbii gipsdəki kalsium, kükürt, oksigen, hidrogen var. Yəni kalsium sulfat var. 2 molekula su. Burada yalnız karbon olan B variantındakı çay sodasıdır. 64-cü suala baxaq. Hansı maddə molekulunda kimyəvi rabitələrin yaranmasına 6 elektron iştirak edir? Deməli, məlum olduğu kimi bir dənə rabitə 2 dənə elektron hesabına əmələ gəlir. 6 elektron varsa 6 böl 2, deməli burada 3 dənə rabitə olmalıdır. Burada 3 rabitə saxlayanda hansıdır? Təbii ki, azot deməli atomudur. 65-ci suala nəzər yetirir. Reaksiya daxil olan maddələr hidrogen və azotdur. Gəlin reaksiyamızı yazaq. Maddələrdən biri tam sərf olunduqda neçə qram amonyakın aldığını hesablayın. Deməli, 1 mol daha doğrusu azot sərf olunubdur, 4 molda hidrogen. Elə görünür ki, buradan hidrogen 1 mol artıq qalıb da. Yəni 3 mol sərf olunur, 1 mol azota 3 mol hidrogen sərf olunur. 1 mol burada hidrogenimiz artıqdır. Artıq tam sərf olunan deməli azotdur və biz də bilirik ki, alınan maddələri hər zaman tam sərf olunana əsasən hesablamalıyıq. 1 mol elə azot reaksiya daxil olanda reaksiya tənliyindəki uyğun rəqəmlərə 2 mol amonyak əmələ gələcək. 2 vur 17. Amonyakın molyar kütləsi 17 olduğuna görə 34 qram D variantı düzgün cavabdır. Deməli 34 qram amonyak əmələ gəlmiş olacaq. Sonra 66-cı sual nəzər yetirək. Tərkibində peptid rabitəsi olan polimeri müəyyən edin. Çox sadə bir sual. Təbii ki, bu zülaldır. Çünki zülallarda peptid rabitəsi var, bunu bilirik. 67-də hansı kimyəvi birləşmələrdə elementlərin kütlə nisbəti düzgün göstərilmişdir? Kütlə nisbətləri, məsələn, hidrogen sulfiddə. Baxın, 2 dənə hidrogen atom vardı. 2 vur 1, 2 böl 32. Bir dənə kükürt var deyə 32-ni 1-ə vuruq. Bu deyilir 1-in 16-ya nisbəti. Amma 1, 4 göstərib, səhv göstərib. Orada bizdən düzgün istəyir də. Sonra SO2 deyirsə əgər 32 böl 32, bu da 1-in 1-i olmalıdır. Bu da səhvdir. Sonra dəm qazına baxaq. Deməli, 12-nin 16-ya da 4-ə ixtisar aparsaq 3-ün 4-ə qalır. Aha, düzgün cavab C variantıdır. D-də, gəlin o birislərdə istəyirsiniz baxaq. Deməli, 12 böl 32, 4-ə ixtisar aparırıq, 3-ün 8-ə qalır. Bu da səhv verilibdir. Suda isə 2-nin deməli 16-ya və 1-in 8-i olmalıdır. Y-də səhvdir. Düzgün cavab C variantıdır. 68-də cədvəldə sizin fosforun X, Y və Z turşuları adlandırın. Molekulunda atomların ümumi sayı 5, 8 və 13. 13 olan təbii ki, TSH4, deməli P2O7 yadımıza düşür. Çünki fosforun ən çox atom saxlayan turşusu məhz bu turşudur. Hansı ki, buna pirofosfat turşusu deyil. Yəni, bu piro olacaq. Piro. Sonra 8 atom saxlayan H4P2, daha doğrusu H3PO4'dür. H3PO4 orta fosfat uyğun olacaq bura. Aha, 5 atom saxlayanda burada zaten 3 dənə turşunun adı verib. Ona görə onların üzərindən gedirik. Metafosfat turşusu olacaq. 5 dənə atom saxlayan.
Deməli, meta, orta və piro. Meta, orta, piro B variantı sualımızda düzgün cavabdır. 69-a baxaq. Hansı reaksiya qatı sulfat turşusunun xassəsini əks etdirmir? Qatı sulfat turşusu bilirik ki, yəni hidrogen ayırmır. Yəni amma Y variantı görün, hidrogen ayrılıbdır. Burada duru sulfatdan söhbət gedir. Qatı hidrogen ayırmıraq, Y variantı səhvdir. 70-də kalium su ilə reaksiyasına hansı maddələr alınır? Kalium su ilə reaksiyaya daxil olanda təbii ki, burada kalium OH-la və hidrogen ayrılacaqdır. Yəni görürsünüz ki, sadə suallar salıblar qəbula. Yəni rahat keçib deyə düşünürəm. İnşallah ki, hər biriniz uğur qazanarsınız. Verilmiş birləşmələrin molekulunda neçə ədəd dördlü karbon atomu var? Dördlü karbon atomu nəyə deyirdik? Əgər bir karbonla birləşirsə, o birli karbondur. 2 karbonla birləşirsə 2, 3 ilə birləşirsə 3, 4 ilə birləşirsə dördlü karbondur. İndi də qaralama var burada, amma ki, baxın, bu karbondur, 4 dənə karbondan birləşən və deməli bu karbonda saysaz hər tərəfindən 4 dənə ümumi 4 karbondan birləşib də. Yəni 4 tərəfdən də birləşdiyi element karbondur. Ona görə 2 dənə bizdə dörtlü karbon atomu var. C variantı 71-də düzgün cavabımızdır. 72-də isə XH6 molekulunda bir ədəd 2 qat rabitə var. Bu birləşmə hansı polimeri əmələ gətirə bilər? Bir ədəd 2 qat rabitə varsa, deməli bir ədəd 2 qat rabitəsi olanlar CnH2 formuluna uyğundur da. Deməli burada deməli 2N6-dırsa C3H6-dan söhbət gedir və propen də polimerləşdikdə 2 qat rabitəsi qırılır və Y variantı bu zaman düzgün formula olacaq. Yəni bunu götürmürsünüz. 2 qat rabitə qırılır axı. Hansı polimerləri əmələ gətirir deyil. Sonra 73-ə baxırıq. Hansı reaksiyadan mis alınar? A variantı çox sadə sual. Hidrogen ilə reduksiyasına mis və su əmələ gələcək. O birisilərdə mis nitratdan parçalandıqda mis deməli 2 oksid, sonra NO2 oksigen əmələ gəlir. Burada mis 2 oksid karbon qazı, buradan mis sulfat və deməli su əmələ gələcək. Yəni burada bir dənə mis alınan A variantıdır da. 74-də baxırıq. Hansı sxemdə X maddəsi nitrat turşusudur? Baxaq, X kalium OH ilə reaksiya daxil kalium nitrat, amonyak və su əmələ gəlir. Amonyak varsa deməli bu X-in tərkibində NH4 hissəsi var ki, oradan amonyak alınıb da, düzdürmü? Və kalium nitrat qalğı var da, yəni kalium nitratla birləşibsə, deməli bu amonium nitrat imiş. Üzərinə kalium OH gələndə kalium nitrat, amonyak və su əmələ gətirir. Yəni A variantı deyil. Sonra ikinci reaksiya yadınızdadırsa karbamid gübrəsinin alınması reaksiyasıdır. Yəni burada amonyakdır qız. Üçüncü reaksiyada nitrat turşusu ola bilərmi? Bəli, ola bilər. Nitrat turşusu kalsium oksidə reaksiya daxil olanda azotoksid turşular reaksiya daxil olur da, kalsium nitrat və su əmələ gətirir. D variantına baxaq. Burada 2 cür duz alınıbsa, gübrələr dərsində də var bu. Nə alınacaqdır burada? Yəni oksid olaraq NO2 oksidi deyir ki, ona uyğun 2 turşu əmələ gəlib. Y variantında da deməli bu oksigendir. Yəni bizə nə lazımdır? Nitrat turşusu da C variantına uyğundur. 74-cü sualda. Gəlin 75-ci suala nəzər yetirək. Deməli, oksigen hansı metalları ilə qarşılıqlı təsirdə olmur? Məlum olduğu kimi, oksigenin qarşılıqlı təsirdə olmadığı metallar gümüş və qızıldır. A variantı sualımızda düzgün cavab olacaq. 76-cı suala nəzər yetirək. 76-da reaksiya verilibdir və reaksiyada tarazlığı deməli efirin alınması istiqamətinə necə yönəltmək olar? Yəni söhbət sağ tərəfdən gedir də, sağ tərəfə necə yönəltmək olar? Qarışqa turşusunu çıxarmalı. Qarışqa turşusu baxın, maddəni sistemindən çıxardanda tarazlıq ilə həmin maddənin əmələ gəlməsi tərəfə yönəlir. Yəni qarışqa turşusunu çıxarsaq sola tərəf yönəlmiş olacaq. Bizə bu lazım deyil, bizə sağ lazımdır. Metanol əlavə etdikdə isə hər hansı bir maddə əlavə eləyiriksə, deməli əks istiqamətinə yönəlir də. Yəni çünki CH3OH-ı əgər sən əlavə edirsənsə sağa doğru yönələcək. Yəni 2 düzdür. Çıxardırsansa efiri onun əmələ gəlməsi istiqaməti, yəni sağa doğru yönələcək. Düzdür. Su əlavə etdiksə əksinə sola doğru yönələcək. Bizə sağ lazımdır və 2-3 düzgün cavabımızdır. 77-ci suala nəzər yetirək. 460 qram suda 40 qram natrium OH əl olunmuşsa, alınmış məhlulda natrium hidroksidin kütlə payı çox sadə sual. Omega bərabərdir MX bölünsün M məhlul vurulsun 100%. Deməli MX-ımız nə qədərdir? 40-dır. 460 üstə gəl 40 da bizim məhlulumuzdur və bunu da biz 100%-ə vuranda deməli 40 bölünsün 500 və vurulsun 100, düzdürmü? Buradan da eləyir 8%. A variantı sualımızda düzgün cavabdır 77-də. Sonra 78-ci suala nəzər yetirək. Natrium OH-ın suda məhlulunun elektroliz zamanı anodda 50 milli qaz ayrılıb, katodda neçə milli qaz ayrılar? Natrium OH-ın suda məhlulunun elektroliz zamanı, yəni burada natrium OH sərf olunmur da, suyun deməli parçalanması baş verir.
Anodda oksigen əmələ gəlir, katodda da hidrogen. Deyir, indi anodda 50 milli qaz ayrılıbdır. Baxın, anodda 50 milli ayrılıbsa, birin 2-yədirsə, anodda 50-dirsə, onda katodda da, yəni ayrılan hidrogen də ondan avtomatik olaraq 2 dəfə çox, yəni 100 milli olacaq. B variantı sualımızda düzgün cavabdır. 79-a baxırıq. Maddə C3H6 yanma istiliyini veribdir və 0.4 mol yananda ayrılan istilik miqdarını hesablayın. Baxaq. Deməli, C3H6-nı yandıraq. Aha. Gəlin bu tərəfdən izləyək. Aha, C3H6-nı oksigende yandırırıq. Təbii ki, karbon qazı və su əmələ gələcək. Deməli, 6-nı bölürük, baxın 2. Bəzi hallarda əmsallaşma bilirsiniz ki, ümumi formula uyğun olmur da. Belə olan halda hidrogeni bölün 2-yə. 6 bölü 2. 3 edir. Yəni, alınan rəqəm tək rəqəmdirsə, siz bura qarşıya 2 atmalısınız. Bu sadə bir yoldur. Bilməyənlər üçün ikinci qəbulda. Deməli, istifadə edə bilərlər də bu yoldan. Aha, bizə nə deyir? İndi yanma istiliyi 1440-dır, düzdürmü? Yanma istiliyi 1440-sa, istilik effektini tapmaq üçün yanma istiliyi mən 2-yə vurmalıyam. Onda 1440-ı 2-yə vuruq, eləyir 2880 kilojoule, düzdürmü? Və 0.4 yananda nə qədər əmələ gəlir? 2 molu yananda 2880 kilojoule istilik ayrılırsa, və 0.4-də nə qədərdir? X qədər. Lab A qədər nə istəyirsə işarə eləyin. Bu da eləyir 576. A variantı sualımızda düzgün cavabdır. 80-ci suala baxaq. Çox sadə sual. Bu hansı element ola bilər? Yəni NH üçün tərkibində olsun və HNO üçün təbii ki, bu D variantı azotdur. 81-ci suala baxırıq. 81-ci etilen və etanın hansı maddəni suda məhlullə fərqləndirmək olar? Ümumiyyətlə, doymuş və doymamış karbohidrogenləri fərqləndirmək üçün biz bilirik ki, bromlu su məhlulu və kalium permanganatlı suda məhluluna istifadə olunur. C variantı düzgün cavabdır. 81-də, 82-də alkan 3 qram alkan tam yandıqda 8.8 qram karbon qazı alınır. Bu alkanın formulu müəyyən edin. Yenə alkanı yandıraq. CnH2n üstəgəl 2, 3n plus 1 bölünsün 2 qədər oksigen sərf olunur. Sonra n qədər karbon qazı və n çıx 1 molda su əmələ, daha doğrusu n üstəgəl 1 molda su əmələ gəlir. Aha, indi bizdən nə istəyir? 3 qramda 8.8 qram karbon qazı alınırsa, gəlin yazaq. Deməli, 3 qram, 14n üstəgəl ikisində nə qədər? 44n qədər karbon qazı əmələ gəlirsə, 3-də də 8.8. Biz buradan da n-i təyin etməliyik. İxtisar aparsaq bundan bunu, qalır burada 0.2. Bu tərəfdə 0.2 qalacaq. Deməli, eləyəcək o da 3n bərabərdir 2.8n üstəgəl 0.4. 0.2n bərabərdir 0.4-ə, n də bərabərdir 2-yə. Burada deməli C2H 6-dan söhbət gedir. Y variantı sualımızda düzgün cavabdır 82-də. 83-cü suala baxaq. 83-ə bir dənə baxaq tez. 83-cü sualda atomun quruluşuna aiddir. İlk nisbi atom kütləsi 16-dır. Proton sayı 8-dir. A-yer bərabərdir proton üstəgəl neytron sayına. Neytronu istəyir. Təbii ki, 16-dan 8-i çıxmalıyıq. A bərabərdir 8. Çox sadə bir sual. Y-ə baxırıq. 31-dir nisbi atom kütləsi. Neytron sayı da 16-dır. Düzdürmü? Proton sayı üçün də 31-dən 16-nı çıxmalıyıq. Bu da 15 eləməlidir. 15 ilə nəyin cəmini istəyir? A ilə B-ni cəmi. 15 üstəgəl neçə olmalıdır? 15 üstəgəlinsin 8. O da eləyir 23. 83-də 23 düzgün cavabdır. Sonra 84-cü suala nəzər yetiririk. 84-cü suala baxaq. Bu biri tərəfindən 84-də baxırıq. Deməli, reaksiyamızı əmsallaşdırmalıyıq. Reduksiyacı və oksidaşdırıcının əmsalını, nisbətini tapmalıyıq biz. Belə yazaq da. Reaksiyamızı yazaq bu tərəfdə. Fosfor üstə gəlinsin. Kalium klorat, kalium klorid əmələ gəlir və P2O5 düzdürmü? Aha, indi 0-dan gəldi müsbət 5-ə, düzdürmü? Bu da müsbət 5-dən gəldi mənfi 1-ə. Fosfor 0-dan gəldi fosfor müsbət 5-ə, mənfi 5 elektron edir bu. Bu reduksiya edicidir. Oksidaşma prosesi baş verir. Xlor da müsbət 5-dən gəlir xlor mənfi 1-ə. Bu da eləyir 6 elektron və oksidləşdiricidir. Reduksiya prosesi baş verir. 5, 6, 6, 5 formasında yazsaq. Tamam, 6 bura gedir, 5 bura.
3 və 5. Aha, əmsallaşdırdıq reaksiyamızı. İndi reduksiya edici nə? Oksidaşdırıcı. Reduksiya edici fosfor, oksidaşdırıcı da kalium kloratdır da. İndi 6/5 eləyəcək neçə? 1/2. 84-də düzgün cavab 1/2-dir. 85-ci suala nəzər yetirək. Maddə verilib. Hidrogen atomlarının sayı Hidrogen atomları sayı 4'tür. Karbon atomlarının sayısı x'dırsa x'i müəyyən edin. Burada hidrogen atomlarının sayı 2n üstəgəl 2'dir də formulada. Biri burada, biri də ki aldehid qrupun tərkibində 4 elədi və n-i biz buradan neçə tapırıq? N-i gəlin tapaq. 2n üstəgəl 2 bərabərdirsə 4'dürsə, onda 2n bərabərdir 2'ye, n də bərabərdir 1'ə. N 1'ə bərabərdir. Yəni burada karbon 1'dir. Buradakı karbon 1'dir. Amma burada da bir dənə karbon var. Onu da unutmaq olmaz. Karbon atomlarının cəbri cəmi 2 eləməlidir. X-in cavabı 2. 86-da reaksiya verilib. Reaksiya aid doğru ifadələri müəyyən edin. Xlorlu suyun alınması bəli. Xlorlu əhəng deyil. Xeyr. Xlorid və hipoklorid əmələ gəlir. Yəni görürük. Bunu oksidaşma reduksiyadır təbii ki. Çünki xlor deməli 2 müxtəlif oksidaşma dərəcəsində dəyişib. 4'də düzgündür. 5 səhvdir. Düzgün cavab 1, 3 və 4'dür 86-cı sualda. 87'yə baxırıq. Doymuş bir atomlu alifatik spirtlərin ikinci nümayəndəsi. İkinci nümayəndəsidirsə bu CH3, CH2OH. Yəni ki C2H5OH da etil spirti. Atomların ümumi sayı nə qədərdir? Deməli OH formasında yazsaq 5, 6, 7, 8, 9 dənə ümumi atomumuz var. Düzdürmü? 1'ə uyğundur 9 dənə A variantı. 2'yə hidrogen atomlarının sayı 6 dənə D variantı 2'yə uyğundur. Deməli 1A oldu, 2D. 3 isə poler kovalent rabitələrin sayı. Poler kovalent rabitə dedikdə müxtəlif qeyri-metallar arasındakı rabitə nəzərdə tutulur. Yəni karbon hidrogen arasında 5 dənədir. Burada bir karbon oksigen arasında, bir də oksigen hidrogen arasında. 5 bu, 2 də bu. Cəmi 7 dənə. 3'ə də B variantı uyğundur. 1A, 2D, 3B düzgün cavabdır. Sonra 88-ci suala nəzər yetirək. 88 üçün yer açaq burada. 88-ci suala nəzər yetiririk. Deməli, 1 litrlik qabda baş verən reaksiyasında reaksiyaya daxil olan və alınan maddələrin mol miqdarları zamanaqsı qrafiki verilmişdir. A-nı, B-ni və ilk 20 saniyədə reaksiyanın CO-ya görə sürətini hesablayın. Yenə və reaksiyanı yazaq. Görək bizə nə vəd edir də, yəni bu qrafikdəkilər. Deməli, yazırıq reaksiyanı. Kim oldu? Karbon qazı əmələ gəldi. Baxırıq, sıfırdan yuxarıya qalxan təbii ki, əmələ gələn maddədir. Diqqət edirsinizsə qrafikə, sıfırdan gəlib 6'ya. Deməli, burada 6 mol CO2 əmələ gəlib, düzdürmü? İndi sərf olunanlara baxırıq. 7-dən biri B-yə düşüb, birisi A-ya düşüb. Yəni biri 7 çıx B-yə qədər, o birisi də 7 çıx A qədər reaksiyaya daxil olub. Əmsallara nəzər yetirsəz, hansı daha çox sərf olunub bunlardan? Hansı daha çox sərf olunub? Təbii ki, 2 mol dəm qazı sərf olunanda 1 mol oksigen sərf olunur. Yəni dəm qazı daha çox sərf olunur deyə, burada da daha çox sərf olunan, yəni 7 çıx A-nı mən dəm qazına yazmalıyam. Yəni riyazi nisbət olaraq da. Bu da 7 çıx B olacaq avtomatik. İndi biz nəyə tapırıq? A-nı və B-ni. Bunun əmsalı 2, daha doğrusu da reaksiyadakı əmsalı 2'dir. Bu da 2'dir. Aha, onda 7 çıx A böl 2 bərabərdir 6 böl 2. 2'lər ixtisar getsə 7 çıx A bərabərdir 6'ya, A da bərabərdir 1'ə. Deməli, 88'də A-nın qiyməti 1 oldu. Bu tərəfdən yazaq. Aha, A-nın qiyməti 88'də 1 oldu. Gəlin B-ni təyin edək. Yenə eyni qaydana 7 çıx B böl 1, yəni oksigen əmsalı böl 6 böl 2. Buradan da 7 çıx B bərabərdir 3-dürsə, B bərabərdir 4'ə. B-nin də qiyməti 4 oldu. B-nin də qiyməti 4. Aha. İndi isə CO-ya görə sürəti istəyir. Bilirsiniz ki, sürət düsturunda da sərf olunan molu biz zamana bölürük də. Sərf olunan mol nə qədərdir? 7 çıx 1. A 1'dir də. 7 çıx 1. Elədi 6. 6 mol dəm qazı sərf olunubsa, 6'nı bölməliyəm 20'yə. O da neçə eləyir? 0.3 eləyir. 0.3-də 3-cü CO-ya görə sürətdir. 3-cü sualımızın cavabıdır. A, 1, 4 və 0.3. 89'a nəzər yetiririk indi. 89-cu suala baxaq. 89. Deməli, reaksiyaya daxil olan maddələr verilibdir. Kütlələr bərabərdir. Reaksiya məhsulu verilib. Reaksiya zamanı maddələrdən biri tam sərf olunur. Digər 17 qram artıq qalırsa, başlanğıc qarışığın kütləsini və alınan deməli maddənin mol miqdarını hesablayın. Gəlin reaksiyamızı yazaq.
Aha, reaksiyamızı yazaq. Bura 3 qoyuram, burada 2. İndi baxın, bunların reaksiya daxil miqdarları nə qədərdir? 31 vurulsun 2, 62 qram. Bu da 3 vur 32, 96 qram, düzdürmü? Məsələn, kimyada qayda olaraq nə deyirik? Reaksiyaya əgər kütlələri bərabər verilibsə, kütləsi böyük olan kütləsini bərabər kütlə kimi götürə bilərik. Elə deyirik, düzdürmü? Amma burada bir nüans var da. 17 qram artıq qalıb. Məsələn, 96 çıx 62 nə qədər eləyir? 34 qram fərq eləyir də, düzdür? Yəni 34 qram artıq qalmış. 96 qram götürsək hər ikisini 34 qram artıq qalar. Amma bizə 17 qram artıq deyirsə, yəni 34-ün yarısı 17 eləyir də. Deməli, bunların da yarılasaq biz 96-ları. Aydındırmı necə? Yəni reaksiyaya götürdüyümüz maddələri yarılasaq 48 qram götürsək hərəsindən 48 qram götürsək. Aha, bu zaman 17 qram, həqiqətən də 17 qram fosfor artıq qalmış olacaq. İndi istəyirsən hesablayaq. Məsələn, 62-yə 96 qram kükürdürsə, 48 üçündə x qram fosfor sərf olunmalıdır. X bərabərdir 96, 48 vur 62. Aha. Deməli, gəlin 8-ə aparaq 1, 2, 8-ə aparsaq 6, bu da eləyir 31. Yəni 31 qram fosfor sərf olunur da 48 qram götürsək və 48 hər ikisi miqdarlar 48 götürsək 31 qram, yəni 48 qram kürdə 31 qram fosfor sərf olunur və 48 çıx 31 bərabər də 17 qram həqiqətən də fosfor artıq qalır. Yəni bunu biz alırıq. İndi bizə nə lazımdır görək orada? Artıq qalan fosfordur və 17 qram artıq qalıb həqiqətən də. Hər ikisinə 48 qram götürəndə. Başlanğıc qarışığın kütləsini istəyir bizdən. 48 üstəgəl 48, o da eləyir 96. Birincinin cavabı 96 olacaq. Və alınan maddənin mol miqdarını istəyir. Təbii ki, bunu tam sərf olunana əsasən hesablayacaq. 96-ya 1 mol alınıbsa 48-ə də x mol. Bu da eləyir elə 1/2, 0.5 mol. İkincinin də cavabı 0.5 edir. Sonra 90-cı suala gəlin keçək. 90-cı suala nəzər yetirək. Maddə alken və alkadin molekul hidrogen atomlarının sayı bərabərdir. Alken homoloji sıranın 3-cü nümayəndəsi. 3-cü nümayəndəsidirsə, deməli bu onlardakı 3 nümayəndə 2 karbonludur. Onda 3-cü nümayəndə C4H8 olacaq. Yəni 4 karbonlu. Və buradan nə istəyir bizdə? A-nı təyin edin. Hidrogen atomları sayı bərabərdirsə, bir dəqiqə CH2N çıx 2-dir də alkadin. Onda 2n çıx 2-ni də 8-ə bərabər edərik. 2n bərabərdir 10-a, n də bərabərdir 5. Bu alkadini gərək tapaq. C5H deməli 8 eləyəcək. Həqiqətən də hidrogen atomları sayı bərabərdir. Yəni A-nı biz təyin elədik 8-dir. İndi nə istəyir? Alkadin molekulundakı karbon atomları sayı bu C5H8-dirsə karbon atomlarının sayı da 5 edir. Birinci cavaba 8, ikinci cavaba 5 deməli aldıq. Aha, bugün deməli qəbul imtahanı birinci mərhələsi yekunlaşdı. Mən elə fikirləşirəm ki, qəbul kifayət qədər rahatdır. Ümid eləyirəm ki, hər bir abituriyent öz ürəyincə nəticə toplayıb. Uğurlar arzu edirəm hər birinizə. Sağ olun.